Fizioterapiya mərkəzimizdə istifadə etdiyimiz bu cihazımız əzələ və sinir stimulyasiyasını maqnit sahəsi vasitəsilə təmin edərək əzələləri qüvvətləndirir və eləcə də funksional aktivliyi artırır. Bu cihazımız xüsusilə nevroloji və ortopedik problemli olan pasientlərdə istifadə edirik. İndi isə digər bir cihazımız olan ultrason terapiyasından danışacağam. Ultrason terapiyası yüksək tezlikli səs dalğalarını dərin toxumalara ötürərək sağalmanı sürətləndirir. Bursit, tendinit və müxtəlif növ yumşaq toxuma zədələnmələrinin də istifadə olunur. İndi isə ən çox yayğın istifadə olunan digər bir cihazımız maqnit terapiyası. Maqnit terapiyası qan dövranını yaxşılaşdıraraq toxuma regenerasiyası və sağalmanı sürətləndirir. Ödəm, iltihab kimi problemlərdə istifadə edə bilirik. Və digər bir cihazımız olan tekar terapiyası dərin toxumalara təsir göstərərək əzələ spazmını, eləcə də qan dövranını artırır və bu da oynaq ağrılarında, eləcə də əzələ spazmında istifadə olunur.